izləyicilər, bugün biz Ağcabədi rayonundan gəlmiş Mirzəli İhsan adlı xəstəmizi qəbul edirik. Xəstəmiz 1-ci Qarabağ müharibəsinin əlilidir. 1-ci Qarabağ müharibəsində başından, ayaqlarından dəfələrlə travmalı və travmadan bir neçə müddət keçəndən sonra xəstədə bu vəziyyət başlayıb, 1-5 il sonra və bildiyimiz kimi aldığı o kontuziya, bax bir mənalı deyirəm, nə yaradıb bunda? Parkinson sindromu və Parkinson sindromu özü getdikcə ağırlaşıb psixoloji problemlərlə, belə ki, tam yuxusuzluq, deməli, xəstədə patoloji səliqəlilik, əlbəttə ondan psixiatriya məşğul olur, amma biz məşğul olacağıq Parkinson sindromu ilə, yəni Parkinsonizm xəstəliyindən. İnşallah xəstədə gözəl remissiya alandan sonra onu da sizlə paylaşacağıq. Zəhmət olmasa bax kameraya, necə istəyirsən özü, çox narahat? Bəli, bəli. Çox narahatam.